Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əmmə ba'd. Əziz qardaşlarım, əziz müsəlmanlar, Allaha sonsuz şəkildə həmd sənalar olsun ki, Allah subhanahu ve teala bizləri ayların ən gözəli olan Ramazan ayına yetişdirmişdir. Əziz qardaşlarım, Allah subhanahu ve teala öz Kerim olan kitabında buyurur ki وَذَكِّرْ فَاِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ Sen hatırlat. Çünkü hatırlatmak müminlere fayda verir. Ben de bu fürsətten istifadə edib istedim ki hem özüme hem de sizlere həddindən artıq önemli olan bir məsələni hatırladım. Hansı ki bunu hamımız her gün Ramazan günlerinde yaşayırıq. Bir məqam var. O məqam hakkında danışmaq istəyirəm. Hansı məqamdır? Səhərlər bizim qalxıb sahur etdiyimiz məqam. Səhərlər sahur vaxtı. Onsuz da biz qalxırıq sahur etməyə. Bizi qalxızan Allaha həmsənlər olsun. Elhamdülillah. Allahın gücü qüvvəti ilə, Allahın tevfiki ilə biz səhərlər sahur etmək üçün qalxırıq. Həmin vaxtı, həmin məqam çox mübarək bir məqam olur. Həddindən artıq bərəkətli bir vaxtdır. Ona görə həmin vaxtı ibadətlərin ən şərəflisi, ən gözəli, ən önəmlisi olan nədir? Çoxlu sayda istiğfar etmək. Allahdan bağışlama diləmək. Həmin məqam kimsə desə ki, həmin anlarda Quran mı oxuyum, yoxsa istiğfar mı edim? Biz keçmiş sələflərimizə baxanda görürük ki, onlar bir neçə sahabələrdən, tabeinlərdən varid olmuşdur ki, məsələn, Abdullah ibn Ömər radiyallahu anh həmin vaxtı Quran da oxumurdu. Ancaq istiğfar edirdi. Bildiğiniz kimi istiğfarın da bir neçə forması var, bir neçə növü var. Məsələn, Estağfirullah. Mücarrad olaraq tək bu kəlməni. Estağfirullah, Estağfirullah, Estağfirullah və yaxud Estağfirullah və atub ileyh. Bu zikri çoxaltmaq. Çoxlu sayda. 100 dəfə, 200 dəfə, 300 dəfə, nə qədər bacarırsa o qədər. Biraz önce dediğim kimi, həqiqətən o qədər mübarək bir vaxtdır ki, bu vaxt həmin o vaxtı ancaq istiğfarla keçirmək. Başqa heç nə etmək yox. Dua etməmək, məsəl üçün. Quran oxumamaq. Bunlar da icazəli əslində, amma ki, həmin o vaxtı nədir? Ancaq istiğfar etmək. Sonra, istiğfar etdikdən sonra istəriksə dua edək, istəriksə Quran oxuyaq və digər ibadətlər. Biraz önce dediyim kimi, istiğfarın formaları var. Bu günləri Allahın izni ilə onlardan biri haqqında danışacağım. Hətta uzun olmasın, sizlər üçün də rahat olsun. Baxın, Quran-ı Kerimdə hamınızın bildiyiniz, eşitdiyiniz, oxuduğunuz bir ayə var. Hansı ki, Yunus aleyhisselamın qıssası. Bildiyiniz kimi, Yunus aleyhisselamın bir günləri balina, balıq udmuşdu. Baxın, təfsir alimləri həmin o hadisəni, həmin o qıssanı nə cürlə təfsir edirlər. Düşünün ki, gecənin qaranlığı, dənizin qaranlığı, bir də balığın qarnında olan qaranlıq. Yəni, balinanın qaranlığı. Gecənin zülməti. Balığın qarnının zülməti, bir də nədir? Dənizin zülməti. 3 zülmət baş vermişdi. Subhanallah. Həmin o məqamda Yunus aleyhisselam Allaha bu cürə dua edir. Allaha dua edir və duanın əhəmiyyətinə fikir verin. Həqiqətən olduqca mühüm olan dualardandır. Və bir də ki, indi siz də görəcəksiniz, eşidəcəksiniz, nə cürlə başlayır? Nə cürlə başlayır Allaha dua etməyə? Ona görə bəzi alimlər deyirlər ki, dua edərkən, dua etməmişdən öncə bu dua ilə başlamaq. Yəni, bu zikri edib, sonradan Allaha dua etmək. Bu duanın forması nə cürlədir? La ilahə illə əntə subhanəkə inni kuntu minəz zalimin. Tərcüməsi nə cürlədir? Baxın, la ilahə illə ənt. Bunları inşallah cümlə-cümlə tərcümə edək ki, hətta əzbərləmək də bizim üçün rahat olsun. İlk olaraq Yunus aleyhisselam Allahı subhanahu wa ta'lani təkləşdirir. Tövhidlə başlayır. La ilahə illə ənt. Allahım, səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Fikir verirsiniz? Tövhid. Hər yerdə bizə tövhid lazım olur, subhanallah. Hətta balığın qarnında belə.
Tövhid. Sonra buyurur ki, Subhanəkə. Yəni Allahım, sən paksən, münezzəhsən bütün eyiblərdən. İnni kuntu minəz zalimin. Mən isə öz nəfsimə zülm edənlərdən oldum. Bu dua olduqca əzəmətli dualardandır. Ona görə biz həmin o vaxtı, səhər vaxtı, o sahur vaxtı bu duanı çoxaldaq. Nə cür edək? La ilahə illə əntə subhanəkə inni kuntu minəz zalimin. Təkrar edirəm. La ilahə illə əntə subhanəkə inni kuntu minəz zalimin. Tərcüməni də eşitdik, öyrəndik. Həmin vaxtı əziz qardaşlarım, əziz müsəlmanlar, ancaq çoxlu sayda biraz önce dediyim kimi istiğfar, istiğfar, istiğfar. Bu bilirsiniz nəyə görədir? Bu ona görədir ki, bu ay ümumiyyətlə mübarək aydır, elhamdülillah. Bərəkətli bir aydır. Hər dəqiqəsi, hər saniyəsi bərəkətlərlə dolu olan bir aydır. Elhamdülillah. Allahın rəhməti ilə dolu olan bir aydır. Həmin o məqam da sahur vaxtıdır. Hətta biz Quran-ı Kərimə baxanda Allah-u Teala möminləri tərif edir. Möminlər haqqında danışanda deyir ki, onlar dünyada olarkən səhər çağı gecələri uzun ibadət edərdilər, səhər çağı da Allahdan bağışlamalarını diləyərdilər. Ona görə həmin o vaxt mübarək bir vaxt. Biz də bu fürsətdən istifadə edək, çoxlu sayda Allahdan bağışlamamızı diləyək. Uca Allahdan diləyirəm ki, Allah Subhanahu Teala bizlərin, bütün müsəlmanların günahlarını bağışlasın və eşitdiklərimizi bizim üçün faydalı etsin. Subhanək Allahumma bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruka və atubu ileyk.